Sağ hörmətli icracı. Yeni qanuna görə ev sahibi cəmi ona görə və sosial yardım alan şəxsə əgər kirayədə qalırsa, sosial yardım azaldıra bilər. Müəyyən hallarda. O hansı hallarda mən indi hüquqşünaslığa seyircilərdə bu barədə məlumat verəcəm. Hər şey aydın olması üçün video sonuna qədər baxın hörmətli icracı. Amma sizdən xahiş edirəm ki, nəzərə alın ki, videonun bir qisminin balaca bir hissəsini short kimi qoyan anons olsun və orada yazan videonun adının altında da yazır tam video YouTube'da. Həmin adına girin baxın, hörmətli icracı. Və sizdən bir xahiş də edirəm, mən özüm əyri arabasında olduğuma görə istəyən əyri dostlarımı dəstək olun və özümə dəstək olun. Yer açmaq istəyən həmin hüquqi yardım göstərməsi üçün, həmin əyri dostlarımın əşyinin satılması üçün. Onun üçün də iyanəyə ehtiyacı var, yardıma. Yardımsa siz pul xərcləməyə kömək edə bilərsiniz. Videonu bəyənin, hörmətli icracı. Videonu bəyənin ki, hər bir bəyənmə bir köpük dəyəndə hesablanır. Heç olmasa 1000 bəyənmə olsun ki, 10 manat gəlir gəlsin, hörmətli icracı. Dəstək olaraq. Hər 1000 bəyənmə 10 manat gəlir gəlməlidir YouTube'dan. Dəstək olaraq, hörmətli icracı. Bundan əvvələ qeyd edin ki, həmin xeyriyyə məqsədindən mən öz hazırladığım dünyanın 40 tanınmış evləri haqqında kitabı satıram. 20 manata qoy hamı bilsin. Bəyənin bir daha. Əsasda kanala abunə olun, hörmətli icracı. Hal-hazırda 3250 nəfər adam satılmış ki, yəni 10.000 abunə olsun, hörmətli icracı. Zəhmət olmasa 10.000-i yığaq, hörmətli icracı. Və yeni keçən mövzuya. Nəyə görə ev sahibi cəmi ona bilər, sosial yardım alanlarsa sosial yardımı azala bilər və yaxud dayandıra bilər, hörmətli icracı. Qeyd edirəm, diqqətlə baxın. Deməli, kirayə müqaviləsi olmadan yaşadığınıza görə, evdə kirayə qaldığınıza görə 200 manat dəyərində cəmi ona bilərsiniz sahə vəkili tərəfindən, yəni uçasqol tərəfindən, hörmətli icracı. Amma müqavilə baxdığınız zaman belə deyək də 10% vergi verməlisiniz. O vergini vermədiyiniz zaman, hörmətli icracı, verginin dəyərində 50% cəmi olunursa, əlavə verginin əlavə, məsələn 500 manat ev götürmüşsünüzsə, 50 manat onun vergisidirsə, 50 manat vergi verirsiniz, 25 manat da əlavə cəmi olunursunuz, 75 manat və hər gecikdiyiniz günə 1% də pul hesablanır. Həmin o 50 manatın 1%, hörmətli icracı. Nəzərə alın, bunu əlavə verirsinizsə, hörmətli icracı, hər iki tərəfin bölünü varsa, yəni götürən şəxsin də, kirayəni götürən şəxsin də və verən şəxsin də 3 aydan bir hesabatı verməli götürən şəxs. Əgər yoxsa, vönsiz verirsinizsə, ildə bir dəfə verən şəxs hesabatı verilməlidir, hörmətli icracı. Amma notariusa getməlisiniz. Notariusda qeyd olunur ki, yəni 2 dənə sənəd iş görür, forma 1, bir də ki, müqavilə 43 manat, forma 1 48 manat, formasında ödənir. Ya və yaxud səhv eləməsə, forma 1 43 manat olmalıdır, müqavilə 48 manat olmalıdır. Əhəmiyyəti yoxdur, 100 manat vergi çıxır, xərci çıxır, hörmətli icracı, 100 manat fərqlə. Orada hər dəfə müqavilə baxdığınız zaman. Amma vermə baxdığınız zaman öz aranızda baxaya bilərsiniz. Bir məsələ bu. Yəni hər dəfə notariusa getməyə ehtiyacı yoxdur, amma 3 ayda bir hesabatı verməli. Bir də ki, notariusa baxdığınız zaman əllə arvadın razılığı tələb olunur, hörmətli icracı. Nəzərə alın. Amma öz aranızda baxdığınız zaman öz-özünüzdən, yəni bu sənədləri istəməyəcəksiniz. Həmin müqavilə xərci olmayacaq, həmin forma bir xərci olmayacaq, həmin həyat yoldaşının razılığı ehtiyacı olmayacaq. Nəzərə alın. İndi sizə hansı səhv edirsə, hörmətli icracı. Sosial yardımsa ona görə kəssə və ki, hörmətli icracı, nəzərə alın ki, mütləq qeydə. Yəni vətəndaşa gəlib deyildi ki, qohumun önünə qalan kirayə verməyəm, aylıq gəlir məsələn 500 manatdır. Amma indi olmayacaq. Necə aylıq gəlir 500 manatdır ki, sən 400 manat kirayə versən. Ona görə gəlirlərlə xərclər eyni olmalıdır, ən azından. Mümkün qədər də xərcdə gəlirdən az olmalıdır ki, yəni sosial yardım ala bilirsiniz. Heç olmasa edə bilmirsinizsə, mütləq qaydada eləməlisiniz ki, 500 manat gəliriniz varsa ki, 500 manat xərciniz olmalıdır. Yeməklə, içməklə, kommunalla bir yerdə. Hörmətli icracı, buna diqqətlə nəzarət edin ki, problem olmasın. Yəni müqavilə olmadığı halda ev gəzisi də cərimə olunacaq. Nəzərə alın. Amma bunun başqa üstünlükləri var da müqavilənin, hörmətli icracı. Kiraya qalan adam sabah işıq pulunu vermədi, qaz pulunu vermədi, su pulunu vermədi
veyahut da evde sınırı neyse gitti veya yahut belediyede kira falan vermediyse mugabe olduğuna göre mahkeme kaydısında arayacağız. Hürmetli izleyiciler, nezere alın. Mütevek kaydıda. Ve onu da kaydedin ki hürmetli izleyiciler. Mütevek kaydıda eğer mugabenin kira karşısızca vaktinden evvel çıkmışsa mukabeye kıtam verdim. En azından ev yazısından bir kağıt alınca mukabeye kıtam verin. Biz ne? Mukabe sizin adınıza kalır. Ev yazısı götürer evi başkasının kiraya verir. Hürmetli izleyiciler, ehtiyatlı olun. Yani hem adamda gelip evde bir hadise de öyle. İlkin növbədə hüquq mühafizə orqanları sizə aktaracaq ki, müqavilə sizin adınızdadır. En azından vaxtınız gələcək ki, izah edəcək ki, məsələ nə yerdədir. Hörmətli izləyicilər, bu məsələdən biraz ehtiyatlı olun. Mütləq qaydada. Dediyim kimi, hörmətli izləyicilər, notariusda bağlansız müqavilə sizin 100 manat xərci çıxacaq hər dəfə müqavilə bağladığınız zaman. Ama öz aranızda bağlansız müəyyən əsasında və olduğu zaman o halda da hörmətli izləyicilər belə deyək. Yani notarius xərci çıxmaz, amma 3 aydan bir hesabat verməli. İcarəyə götürən şəxs, yəni kiraya götürən şəxs. Verən şəxslər ildə bir dəfə. Onu da qeyd edin ki, hesabatı verməzsiniz, hesabat vermədiyinə görə hər dəfə 40 manat zərmədir. Nəzərə alın, hörmətli izləyicilər. Dediyim kimi, vergini də vaxtında vermədinizsə, o halda da verginin dəyərinin 50% miqdarına zərmə olunursunuz. Buna nəzərə alın, hörmətli izləyicilər, vacib məsələdən biridir. Ehtiyatlı olun ki böyle problemler olmasın. Şimdi siz düşünün. Ya bölümle bağlıyorsunuz, hesabat veriyorsunuz 3 aydan bir. Ya da bölümsüz bağlıyorsunuz, hesabatı vermişsiniz, hesabatı ev yersi veriyor ilde bir defa. Bütün kaydada. Ama dediğim gibi mukabeye kıtam verildiği zaman, evden çıktığı zaman ev yersinin elinden bir kağıt alın ki, yani ki artık siz orada yaşamışsınızsa mesuliyet olmasın. Hörmətli izləyicilər. Sonra bir daha xahiş etməkdən sizdən hörmətli izləyicilər və xahiş edirəm ki, videonu bəyənin, YouTube kanalına abunə olun ki, daha çox şəxsin xəbəri olsun, mənə də dəstək olun. Dediyim kimi, mən bu dünyanın 40 tanınmış əvi haqqında kitab hazırlamışam. Maraqlı kitabdır, burada Roosevelt də var, Mümkün Ağa da var, başqaları da var. Tanış ola bilirsiniz, 2000 manat. Amma siz birinci növbədə videonu bəyənin ki, ve abone olun ki, her beğenme dediğin kimi bir köpü değerine kıymetlendirir. 1000 beğenme olsa artık 10 manat bir hikaye, hürmetli izleyiciler. Her karşıda YouTube gösterdi ki 18 dolar yığıp gel 100 dolar olsun ki çıkardın. Destek olarak birbirimize. Hürmetli izleyiciler. Dikkatinizi çok sağ olun. Abone olmayı unutmayın. Bir meselenin nəzərdə çatdırın ki, benim 1800'den artıq videolarım var. Şortla birlikte ister sosyal yardım olsun, ister evin kirasına bağlı olsun, ister pensiyona bağlı olsun, ister diğer meselelerine bağlı olsun. Hürmetli izleyiciler var. Tanış olabilirsiniz. Ve onu da qeyd edin ki, YouTube kanalına abone olan şəxslər üçün telefona uyğun məsələdən verilməsi 10 manatdır. Buna da əzələ yazıb e-mail basıb ünvandan göndərəm. Hürmetli izleyiciler. Dikkatinizi sağ olun. Sağ olun.